Atasını sevmeyen kız seni sevebilmez. Çünkü mesele təkcə atası değil. Qadının ilk kişi modeli atası olur. Eğer bu model sevgi verməyibsə, o modelde sevgi yoxdursa, güven yoxdursa, dəyər yoxdursa, o səni sevsə belə içində həmişə bir şübhə qalacaq. Həqiqətən məni sevirmi ya da göstərdiyi sevgi həqiqi sevgidirmi? Bu insan da bir gün çıxıb gedə bilərmi, məni yarı yolda qoya bilərmi şübhələri? Və sən nə qədər düzgün olsan da, nə qədər sevgini göstərsən də, o səninlə yox, keçmişi ilə mübarizə aparacaq. Sən ona sevgi verəcəksən, dəyər verəcəksən, amma o onu qəbul etməyəcək ya da etməyi çətinlik çəkəcək, etməyi bilməyəcək. Çünki sevgini öyrənməyib. Öyrəndiyi şey sadəcə dözmək olub. Və bir gün sən baxıb deyəcəksən ki, mən hər şeyi doğru eləyirəm. Mən sevgi verirəm, dəyər verirəm, yəni əlimdən gələn hər şey eləyirəm, amma yenə də alınmır. Bəlkə də problem səndə deyil. Problem dediyimiz şey budur ki, o hələ də sağalmayıb.